Salam uşaqlar, növbəti RFM testimizin izahlarına baxırıq. Deməli, birinci sualda verildiyi ardıcıllıqla, yəni bunları yazmaq lazımdır. Oldu 2-də 3 hesabladım, vurulsun. 3-də 6 edir, bu da 2, 8 vurulsun. 4-də 8-dən 3-ə çıxdıq 5. Bu da vur yazıram, 5-i qaldırdım yuxarı. Bölmədə vur tərsi olur. 14, 14. Burada nələr ixtisar gedir? 2-ni 4-ə vurdum, 8-lə getdi. 3-lə də 3 getdi. Yuxarıda 5-i 5-ə vurdum, aşağıda da 14 və bu da oldu D variantı. Gəldi ikinci suala. Vergüldən sonrakılar sayı bərabər olmalıdır. 0 atdım, eyni olandan sonra oldu 20-də 17. Burada bir dənə 0 atdım. Vergülləri atandan sonra bu elə 20-də 17 kimi saxlayıram. Burada 120-ni 5-ə böldüm, 24. Burada da 0 attım bura. Sonra vergülləri atandan sonra 20-də 3. 2-yə ixtisarladım. 20-də 17 ilə 20-də 3-ü toplayanda 20-də 20 eləyir. Yəni 1. 1-in də üstünə 24 gəlir. Doğru cavab 25. Növbəti sualda kəsirdən azad eləmək üçün hamısını 6-ya vururam. Hamısını x-i də vururam 6-ya. 6x eləyir də, yəni sonra çıxılsın burada. Bunu da 6-ya vururam. Hətta 0-ı da vururuq 6-ya. Amma bir dəyişiklik olmur da, yəni oldu. 6-nı 3-ə böldük. Dəqiqə 2x eləyir. Üstə gəl 6-nı x-ə vurdun. Çıxılsın və buradakı çıxmanı nəzərə alın. Bunları 6-ya vurandan sonra. 6-ya vuranda məxrəc gedir, amma çıx 2x üstə gəl 1 olur. Çünki mənfi ilə mənfi toqquşur. Bərabərdir 0 qalıb burada. 2x-ların gedir. 6x bərabərdir mənfi 1-ə. X də bərabərdir mənfi 6-da 1-ə. Burada Euler-Venn diaqramı çəkəcəm. A-nın B-dən fərqinə 8. Bu A-dır, bu B-dir. B-nin də içində 12. Bura x atsam, bura 12 çıx x yazırsa. Amma ümumi B-nin içində 12 element var. A ilə B-nin birləşməsi. Birləşmə deyəndə isə bunları ardıcıl toplamaq lazımdır. Və x-larımız islah olur. Doğru cavab 20-dir. Növbəti sualda x-in yerində 3k, y-in yerində 4k, yəni 4-ə bölündüyünə görə z-in də yerində 5k götürsəm, x-in yerinə 3k, üstə gəl, y-in yerində 2 vur, y olduğu üçün 4k, çıxılsın z-in də yerinə 5k bərabərdir 3-dür. 800 11-dən 5-i çıxdın, 6k bərabərdir 3-ə, k bərabərdir 3-ü 6-ya bölürük, 0,5. Z çıx x soruşur bizdən, z-dən x-i çıxın, 2k qalır, düzdür, bərabərdir 2 vur 0,5. 2-ni də 0,5-ə vuranda doğru cavab burada D variantı 1-dir. Növbəti, burada nə edirəm? 2 vur 10 yazsaq, yəni qüvvətlərini açmaq lazımdır. 20-nin yerinə yazıram 2-nin kvadratı vur 5, amma üstündəki 20-nin üstündəki 4-ü də yazıram bura. 10 üstü 2-dir, yazıram onun yerinə 2 vur 5, üstündəki 2-ni də yazıram bura. Bu 5-in kubudur, üstündəki 2-ni də yazıram bura. 2-nin üstü 4-dür, bu üstündəki 2-ni də yazdım bura. Olur 2-nin üstündə 2 4-ə vurulur 8, 5-in üstündə 4, 2-nin üstündə bunlar 1-dir, hal-hazırda 2-yə vurulur 2, 5-in də üstündə 2, 5-in üstündə 6, 2-nin də üstündə 8. 2 üstü 8 ilə 2 üstü 8 ixtisar gedir, 5 üstü 6 ilə 5 üstü 6 gedir, cavab 4. Burada çarpaz vurub açacağım, sadəcə 3 vurulsun. Buna vurub açanda 3-ü 3-də bir A-ya vurursan, üstə gəl 3-ü B-yə də vurursan, bərabərdir. 2-ni A-ya vurursan, çıx 2-ni 3 B-yə də vurursan. Yəni mötərizədə yazmadım, birbaşa vurub açdım. A üstə gəl 3B, bərabərdir 2A, çıx 6B. Buradan 9B bərabərdir 3, bir dənə A-ya. 2A-dan 1 A-nı çıxdım. Uşaqlar, A, B-nin 9 mislidir. Bunu riyazi olaraq yazmışıq biz. Cümlə də buradadır. A, B-nin 9 mislidir. Burada növbəti sualda yerinə rəqəm qoymaqla
rahat cavab tapa bilərsiniz. Məsələn, 3 rəqəmli bir ədəd götürmüşdük. Dərsdə biz 300 götürmüşdük, yadınızdadırsa. Ona görə də elə yenə də 300-dən istifadə edirəm. Amma 7 dənədir də ədəd. Ona görə 300-dən 7 dənədir, eləyir 2100. İndi deyir ki, onluqlar mərtəbəsindəki rəqəm 3 vahid artır. Bunu 3 vahid artıranda 3 olur. Yüzlüklərdəki 2 vahid azalır. 2 vahid azalanda oldu 130. 7 dənədir amma 910. Biz bunları tərəf-tərəfə çıxsaq, çünki azalmanı axtarıram nə qədərdir. 910-u indi bir dənə düzgün yerləşdirim. Tərəf-tərəfə çıxsaq görək nə alırıq. 9. Burada da qaldı 1190. Və 1246 vahid azalması üçün. Gəlin bu 1246-dan bir dənə 1190-ı çıxaq. Nə qalır? 6, 5, 56 qalır. 56 vahid azalma, amma 7 dənə ədəd üçün. 56-nı da 7-yə bölək, hər ədədə görək nə qədər düşür? 8 vahid azalma. C variantı. Sonra 9-cu sualda yaşların ədədi ortası 14 olan 6 nəfər. Tam yaşların cəmi bunların x-dır. X-i 6 sayına bölürük. Ədədi orta 14. Deməli, x bərabər 84. Yaşların ədədi ortası 12-dir. Bura y olsun. Məsələn, cəmi. Y-i sayına bölürəm. 2 nəfərdir də. Bərabərdir 12. Buradan da y bərabərdir 24. Çıxılarsa çıxıram, yəni bu 24-dür. Çıxılarsa oldu 60. İndi 6 nəfər idi, 2 nəfəri çıxırsan. Neçə nəfər qalır? 4 nəfər qalır da. 60-da 4-ə böldün. Doğru cavab 15. 11-ci sual. 1-dən 2-də 1-i çıxdım. 1-dən 3-də 1-i də çıxdım. Eyni qayda ilə burada da n çıx 1 çıx 1 bərabərdir. Burada istiqamətə baxın. Bu istiqamət hamısı ixtisar gedəcək. Belə bu istiqamət hamısı ixtisar gedəcək. Yuxarıda 1, aşağıda n çıx 1 bərabərdir. 1 bölünsün. 21-dən 1-i çıxdım 20. 20-də 1 də 100-də 5-dir. Növbəti sualda üçbucağın bucaqlarının cəmi 180 olduğundan və kvadratın bucaqlarının 90 olduğundan istifadə edəcəm. 60-dır, bura 30. 90 olmalıdır da bütöv. Bura eləyir 100, üçbucağa baxıram 100, bura eləyir 80. Açıq bucaq 180-dir. 180-dirsə 80 burada, 40 burada, 120, bura 60 qalır. Üçbucağa baxsa 60-60, burada 60 qalır. İndi aşağıda ABCD kvadratının tərəfi 8-dir. Biz də bu üçbucağın 60-60-60 olduğuna görə bucaqları 3 dənə tərəfin 3-ü də 8-dir. YS parçasını da elə biz 8 tapmışıq. Növbəti sualda kvadratın tərəfi 9-sa bu 3-dür. Bura 6 qalır. Bu 4-dür. Bura 5 qalır. 5-dir. Yəni tərəfi 9-a tamamlayıram da. Bura 6-dır. Bu da 4-dür. Kvadrat verilmişdir. Dördbucaqlının sahəsi. Bunun sahəsini istəyir bizdən. Necə tapa bilərəm? Kvadratın sahəsi 9-un kvadratı elədi 81. İndi bu bütövdən bu ağları çıxmaq lazımdır ki, bu rəngli qalsın. Biz də keçən testimizdə üçbucağın sahə düsturunu, düzbucaqlı üçbucağın sahə düsturunu demişdim sizə. S bərabərdir. A vur B böl 2. Hətta niyə görə 2-yə bölünür onu da qeyd eləmişdik. Fikir verin, mən bunu tamamlasam düzbucaqlı olacaq. Onda S bərabərdir. Bütöv AB olacaqdır. Bu onun yarısı olduğuna görə, yarısı olanda A vur B böl 2. Onda 30 2-yə böldüm, bura 15. 18-i 2-yə böldün 9. 12-ni 2-yə böldün 6. 20-ni 2-yə böldün 10. 16, 24. Neçə eləyir? 16, o da bir dəqiqə 24, 40 eləyir. Bundan 40-ı çıxırıq, cavab 41 eləyir. Burada 41 olmalıdır uşaqlar. 14-cü sualda 98-i qarşıya keçirməyin mənası yoxdur. 98-in qonşusunu tapın. Neçə eləyir? 180-dən çıxanda 82. Amma 62-ni qarşıya keçirdə bilərəm. Qarşılıqlı bucaqdır da çünki. İndi üç bucağın 3 dənə bucağı 180 eləməlidir. 180-dən
bu ikisinin cəmini çıxsam x-i tapacam. Bu x eləyir 144. 180-dən də 144-ü çıxırsınız. Cavab 36. Növbəti sualda rəqəm qoyuram. C sıfırdan böyükdür. Məsələn 5. Bunlar sıfırdan kiçikdir. Bu məsələn mənfi 1-dir. Bura məsələn mənfi 2-dir. Çünki mənfi 1 mənfi 2-dən böyükdür. Hansı səhvdir? D variantıdır. Ancaq yoxlamaqla yəni tapa bilərsiniz burada. Rəqəm yerinə qoymaqla daha sadə alınar yəni. A-nın yerinə mənfi 2 çıxılsın, B-nin yerində mənfi 1 böyükdür deyir 5-dən. Yəni əlbəttə ki, bunun cavabı mənfi eləyir. 5-dən böyük deyil, səhvdir də bu. Bucağa qonşu olan fikir verin ki, düz xətt kəsişdir. Tutalım mən bunu seçdim. Bunun qonşuları, buranı seçmişəm məsəl üçün. Qonşuları buradakı və buradakıdır da. İki bucağın cəmi 260-dır. Həmin o iki bucaq artıq qarşılıqlı olduğuna görə buradakı bucaqlardan söhbət gedir. 130, 130. Əvvəlki bucağın isə 130-un qonşusudur, yəni 50-dir. 17-ci sualda bura bir dənə x atıb, üçbucaq bərabərsizliyini tətbiq edəcəm. Ortada x olanda burada 8 ilə 5-im, burada 8-dən 5 çıxıram, 3 yazıram. 800 ilə 5 gəlirəm, 13 yazıram. Eyni qayda ilə aşağıya baxsaq. 9-dan 6-nı çıxıram, burada 3 yazıram. 9-un 6-nı gəlirəm, 15 yazıram. Hər ikisini ödəyən ən böyük ədədi soruşduğuna görə cavab 12. Deməli, 100 ton verilib bizə. Bunu 24 saatda üyüdür normalda. Görək bunun üyütmə gücü aşağı düşmədən 150 tonu 24 saatdır. 150 tonu neçə saatda üyüdəcəkmiş əvvəlki gücü ilə. Gücü aşağı düşməmişdən qabaq. Əlbəttə ki, çarpazdır bu. Çünki çox saata çox olar buğda. Az saata az. Onda x vurulsun 100 bərabərdir. 150 vurulsun 24. Və bunlar 50-yə ixtisar gedir. 2, 3, 24-ü 2-yə bölürsən 12, 3-ə vursan 36. İndi buradakı 36 bunun işi 100% olanda idi. 20% aşağı düşüb də bunun işi. Görək 20% aşağı düşəndə x saat. İndi fikir verin. Gücü aşağı düşəndə əlbəttə ki, bu işi gec qutaracaq da. Gördüyü işin keyfiyyəti aşağı olanda gec bitirəcək. Deməli, tərs mütənasibdir. Bura aşağı düşəndə bura çoxalırsa, saat çoxalırsa tərs mütənasib. Tərs mütənasibdə qarşı-qarşıya yazırsınız. 36 vur 100, x vur 80. Burada nələr ixtisar gedir? 20-yə 5, 20-yə 4, 36-nın 4-ə 9, 9-u da 5-ə vuranda 45. Doğru cavab B variantı. Növbəti sualda bunların paralelliyini göstərir. Perpendikulyarlığını bir dəqiqə göstərim daha yaxşı başa düşmək üçün. Buradan başlayır. Perpendikulyar, yəni T hərfi formasında bir bucağı göstərməlisiniz. Oldu 90. 90-dırsa bu 122-nin qonşusu 58 eləyir burada. Bu da 90-dır. Və xarici bucaqda elə onların cəminə bərabər olur. Bu bir qaydadır. Üç bucağın xaricdəki bucağı, xarici bucaq özünə qonşu olmayan 2 dənə daxili bucağın cəmidir. Cavab 148. 20-ci sualda 2 dənə natural ədədin kvadratlarını çıxanda sadə ədəd eləyir. Məsələn, mən qoydum 3-ün kvadratı çıx 2-nin kvadratı. 9-dan 4 çıxıram, 5 sadə ədəddir, bəli. İstənilən ədədləri qoymaq olar. Biri ilə doğru cavabı yəni almaq olur. Hansı hər zaman doğrudur? Baxın, doğru cavab C variantıdır. Yuxarıdakiləri yoxlayın, siz doğru cavab alınmayacaq. Yəni və ya hər hansı birində alınsa, digərində alınmayacaq. Amma C variantı həmişə doğrudur. C variantında həmişə doğru olacaq. Burada nə edirəm? Yazıram, ortaq məxrəc tapıram. X-a 1 verdim məxrəc, oldu Y. 1-ə böləndə Y, Y-ə böləndə 1. X, Y üstə gəl 1 bərabərdir 2. Burada da 1 versək, X, Y 1-ə böləndə, deməli X, Y-ə böləndə 1, X, Y üstə gəl 1 bərabər 4. Deməli, çarpaz vurub açsaq,
X, Y üstə gəl 1 bərabərdir 2y-ə. Burada da X, Y üstə gəl 1 bərabərdir. Bir dəqiqə, burada X, Y deyil, məxrəcdə X olmalıdır. Bu məxrəci 1-i X-a vuranda X eləyir. Və oldu 4X. İndi bunların baxırsınız ki, sol tərəfləri bərabər olduğu üçün siz də götürürsünüz 2y-i 4x-a bərabər eləyirsiniz. Buradan da 2-yə ixtisar gedəndə y bərabərdir 2x olduğu görünür. Bu y-in yerinə 2x qoyuram. Bunlar da x-ların ixtisar gedir, qalır 2-də 1. 22-ci sualda qarşılıqlı sadə kəsirdə o deməkdir ki, bu kəsiri açırsınız. 9, 9, 9, 216. Və ixtisar edirsiniz, tam ixtisar edirsiniz, ixtisar getməyənə qədər. Onda olur qarşılıqlı sadə. Bunları mən neçəyə ixtisar eləyim? 9-a ixtisar eləsəm 111, 9-a bölsən 2 dəfə 9, 18, 36-nı 9-a böldüm 4, bir dəfə də 3-ə aparaq 8, 37 və cəmini istəyir. Bax, bu qarşılıqlı sadədir. 37 ilə 8 artıq ixtisar getmir. Cəmi də 45 eləyir. Bu sualda çənin deməli götürürəm x, suyu da götürürəm y. Çənin qiyməti, yəni mən x götürdüyümə görə yazıram x üstə gəl y. Burada x, y-dən istifadə olunub uşaqlar sualın şərtində. Baxın, x var, y. Onda elə gəlin baş hərflərini qoyum da. Bu çəni ç ilə işarələyirəm, suyu da s ilə işarələyirəm. Yazır su üstə gəl çən bərabərdir x olur. Suyun yarısı dolu olanda suyun yarısı ya su bölünsün 2. Amma çən bütöv olur da əlbəttə ki. Yəni çəni orada yarı düşünməyin. Çən bütövdür, suyun yarısıdır. Olur y. Boş çənin kütləsini istəyir bizdən. X və y-dən ifadə eləməliyik. Burada nə edirəm? Bu aşağını bir dənə kəsirdən azad eləmək üçün hamısını 2-yə vururam qabağında. Baxın, bunda 2-yə vururam. Bunda 2-yə vururam. Bunda 2-yə vururam. Yuxarıda yazıram onu. Deməli, bunlar ixtisar gedir. Qalır S. Üstə gəl 2 dənə çən. Bərabərdir 2y-ə. İndi bu ikisini fikir verin. Bax, bu ikisini. Yuxarıdakiləri. Tərəf-tərəfə. Çıxıram ki, S-lər getsin. Yuxarıdan aşağına çıxıram özdə. S-dən S-i çıxdım. 2C-dən 1C-ni çıxdım. C bərabərdir 2y-dən də x-i çıxırsan və elə biz də onu axtarırdıq. Yerinə rəqəm qoya da bilərsiniz, amma dəqiq həllini göstərdik. Burada A-nın kvadratı vurulsun B bərabərdir 16-dır. Əlbəttə ki, bu 1-in kvadratı vur 16 ola bilər. 2-nin kvadratı vur 4 vur 4 eləyir də. Bir də 4-ün kvadratı vur 1 ola bilər. Burada A 1-dir, B 16-dır. İkincidə A 2-dir, B 4-dür. Üçüncüdə A 4-dür, B 1-dir. Və bizdən bunların cəmini istəyir. Toplayın bütün buradakı rəqəmlərin hamısını eləyir 28. Və nəhayət 25-ci sualda bunu açıram. Necə açılır bu? 90. X, Y ədədinə ortadakini çıxırdıq, düzdür. X, Y ədədi çıxılsın X. Deməli, bölünsün 90. YX ədədi çıxılsın Y. Bərabərdir 3-də 7 yazıram və buradakı 90-ları ixtisar etmək olar. Bunlar ixtisar gedəndən sonra. Bu yanı silim mən. Aha. Deməli, burada neçə dənə x var? Bura fikir verin. X, Y-in açılışına baxın. X, Y üstü xəttin açılışında bu təklidir, bu onluqdur. 10 dənə x var, bir dənə y var. Düzdür, burada 10 dənə x var. Birini çıxdığına görə qalır 9x, üstə gəl y.
Burada da 10 dənə y var. Birini çıxdığıma görə 9y üstə gəl. Bir dənə x də bunun özünün var. Bərabərdir 3-də 7. Çarpaz vurub açıram. 3 dəfə 9 27x 3y 7 dəfə 9 63y 7x. X'ləri çıxsaq 20x bərabərdir 60y. 20-yə xəçərləsən x bərabərdir 3y. X deyəl y cəminin ən böyük qiyməti. İndi burada siz y-ə hansı maksimum qiymət verə bilərsiniz? Əlbəttə ki 3. Çünki buradakı x bir rəqəmdir. Yəni x-in yerinə maksimum 9 qoymaq olur və ya y-in yerinə. 3-ü 3-ə vuracaq, maksimum 9 olacaq. 4 qoysaz, məsələn 3 vur 4, 12-ni bunları yerləşdirmək olmur. Deməli, mən y-ə 3 verdim. X də bərabər oldu. Bu 3 vur 3-ə, yəni 9-a. X buna bərabərdir. Cəmi deyilir. Doğru cavab 12. Bu qədər.